İstənilən fəaliyyət uğurla əlaqələndirilir. İşə başlayanlar həmişə çalışırlar, səmərə gətirsinlər, insanlara rahatlıq gətirsinlər və həm də çalışırlar ki, force-major situasiyaları baş verməsin. Əgər hər hansı bir fəaliyyət sahəsində böhran yaranırsa, deməli bu səhvlər ucbatından yaranır. Və belə olduğu halda ilk növbədə o səhvləri həm tədqiq etmək lazımdır, lazım gələndə istintaq da aparmaq lazımdır və həqiqət üzə çıxmalıdır. Bəlli olmalıdır ki, kimin səhvi olub, nəyə görə bu səhv baş verib və nəhayət bu vəziyyətlərdən necə sığortalanmaq lazımdır. Əlbəttə, səhvlər də müxtəlif olur, digər tərəfdən də bəzi force-majorlar həm də insan tələfatına gətirir çıxarır. Necə ki, biz ötən ilin dekabr ayının 25-də artıq gördük ki, Azərbaycanın Azal hava şirkətinə məxsus təyyarə qəzaya uğradı. Bəli, o çox bir ağır hadisə idi. İnsanlar tələf oldu, digər tərəfdən yaralananlar və nəhayət dövlətlər arası münasibətlərdə də gərginlik yarandı. Və bu olmaya bilərdi əlbəttə ki, ancaq olduqdan sonra gərək bütün proseslər hamısı bitdə öyrənilsin və insanların diqqətinə çatdırılsın ki, bu niyə baş verdi və necə bu proseslərdən gələcəkdə sığortalanmaq olar. Salam, hörmətli tamaşaçılar. Bilirsiniz ki, artıq Tacikistanın paytaxtı Düşənbədə növbəti MDB sammiti artıq baş tutmalıdır. Bu günləri və bu zəmində də görüşlər olub, sonra ziyafətlər olub və nəhayət bu günləri Tacikistan paytaxtında da Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Vladimir Putinin görüşü olub. Və bu görüş çoxdan gözlənilirdi. Çünki haqqında danışdığım o qəza hadisəsi çox böyük izlər qoydu və o izlər həm də insanlarda bədbinlik, sonra məyusluq yaratdı. Aydın səbəblər. Nəhayət, bu proseslər əlbəttə ki, gərginlik dərəcəsini get-gedə qaldırdı. Bu olmaya da bilərdi, çünki baş verən hadisə ilə bağlı Rusiya tərəfi bir qədər anlaşılmaz mövqe sərgilədi. Nəhayət, bax, bu günləri bütün proseslərin demək olar ki, fonunda bir çox suallara cavablar tapıldı və nəhayət Rusiya lideri də Azərbaycan prezidentinin qarşısında həm üzr istədi, Azərbaycan xalqından üzr istədi və təbii ki, bu proseslərin hələ nöqtəsini qoymaq bir qədər tezdir. Amma hətta Rusiya prezidenti bildirdi ki, hələ araşdırmalar aparılacaq və bir qədər müddət lazımdır ki, bütün suallar hamısı cavablandırılsın. Günləri bu haqda biz danışacağıq və eləcə də MDB sammitlərinə toxunacağıq. Çünki bu vacib bir hadisədir. Azərbaycan bu platformada yaxından iştirak edir və bizim bir çox əməkdaşlıq, sonra tərəfdaşlıq paradigmalarımız məhz bax bu məkanda baş tutur. Bizim bugünkü müzakirəmizin iştirakçıları Milli Məclisin deputatı Gülşən Paşayeva, siyasi analitik, təhlilçi və politoloq Sahil İskəndərov və hərbi ekspert Ədalət Verdiyev. Mən sizi bir daha salam edirəm, xoş görmüşük. Xoş gördük. Beləcə, mən istərdim elə söhbətimizin əvvəlində biz artıq Düşənbədən çəkilmiş bəzi kadrlara diqqət yetirək. Burada iki dövlət başçısının çıxışlarının fraqmentləri var və onlar da bizə çox bir motivlərdən xəbər verir. Причины трагедии, вот я сейчас вам изложил, это все находится в документах после тщательного анализа технических характеристик того, что происходило, и выверки прямо по секундам результатов этого так называемого черного ящика. Ну, мы с вами тоже обсуждали эту тему позднее. Безусловно, все, что требуется в таких случаях, в таких трагических случаях, будет сделано с российской стороны по компенсациям и будет дана правовая оценка всех должностных лиц, действий всех должностных лиц. Конечно, эти слова, связанные с этой трагедией, направленные на поддержку, моральную поддержку семьи, они в таких случаях не решать главную проблему, не вернуть к жизни людей, которые ушли из жизни в результате трагедии. Но наш долг, повторяю еще раз, мы с вами с самого начала об этом договаривались, дать объективную оценку всего, что происходило, и выявить истинные причины.
Но это требует определенного времени для того, чтобы окончательно поставить точку, наверное, потребует еще там какое-то время. Но в целом, в основном я изложил то, с чем меня ознакомили буквально накануне нашей встречи. Вчера, позавчера еще даже, честно говоря, сегодня ночью я звонил в Москву и спрашивал, есть ли какие-то дополнительные детали. Это практически все, что мне известно, я вам рассказывал. Bu aydın məsələdir ki, qəzalar baş verəndə, ağır fəlakətlər baş verəndə həmişə çox gərgin bir emosional fon yaranır. Və istər-istəməz insanlar artıq şayələrə, feyklərə üst tuturlar. Və bu baş verməsində dərhal həqiqətə köklənmək vacib görünür. Təbii ki, ola bilir ki, dərhal o həqiqət hətta üzə çıxmır, çünki onu araşdırmaq lazımdır, vəziyyəti biraz təhlil etmək lazımdır, sonra müxtəlif detalların hamısını bir nöqtədə kəsişdirmək lazımdır. Amma hər halda ilk reaksiya istənilən tərəfdən gərək aydın bir xarakter daşısın. Və burada açıq etiraf etmək lazımdır ki, Rusiya tərəfinin bax, bu prosesdən sonra bir qədər addımları, sonra yanaşması ümumiyyətlə suallar doğururdu. Çünki baş verən hadisələr müxtəlif tərzdə olur. Və biz özümüz də xatırlayırıq ki, 2-ci Qarabağ müharibəsinin sonunda Azərbaycan Ordu Birləşməsinin tərəfindən vurulmuş Rusiya helikopteri qəzaya uğradı və dərhal Azərbaycan lideri Prezident İlham Əliyev həm üzr istədi, sonra araşdırmaların keçirilməsinə sanksiya verdi və nəhayət həlak olmuş hərbçilərin, Rusiya hərbçilərinin ailələrinə təzminatlar verildi. Təbii ki, bu elə bir düsturdur, elə bir yanaşmadır ki, o normal qəbul olunur. Çünki həm də qəbul olunmuş qaydalara, normalara, tələblərə cavab verən bir yanaşma idi. Amma təəssüf ki, Azərbaycan təyyarəsi qəzaya uğradıqdan sonra biz belə operativliyi müşahidə edə bilmədik. Təbii, indi bax, Rusiya prezidentinin də artıq yanaşması, onun səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, bəli, Moskva öz günahını, öz ağır vəziyyətini başa düşür və həm də mənəvi cəhətdən çalışır ki, indi o bəzi məqamlara yüngüllük gətirsin. Və Rusiya prezidentinin də bax, bu sözlərinə, o fikirlərinə təbii ki, Azərbaycan lideri Prezident İlham Əliyev cavab verdi. Особую благодарность за эту подробную информацию в связи с трагедией декабря прошлого года, когда самолет азербайджанских авиалиний потерпел катастрофу. Мы с вами были сразу в контакте. Как вы помните, в этот трагический день я летел на встречу в Санкт-Петербург и прямо из самолета, когда мне доложили об этом, вам позвонил, и мы выразили друг другу соболезнования. Также просил вас передать нашим коллегам, которые также участвовали в этом мероприятии, что по объективным причинам не смогу участвовать в неформальном саммите СНГ. Также хотел бы поблагодарить вас за то, что вы лично держите эту ситуацию под контролем. И как мы с вами неоднократно обменивались мнениями, а также члены наших команд постоянно в контакте, вы лично контролируете ход следствия, и у нас не было сомнений, что оно объективно во всем разберется. Поэтому хотел бы еще раз выразить благодарность, именно что вы сочли нужным на нашей встрече именно осветить этот вопрос. Beynəlxalq həyatda müxtəlif hadisələr olur. Əlbəttə, ən arzu olunmaz hadisələr də baş verir. Qəribə olaylarda görürsən ki, yer alır. Amma hər şey baş verdikdən sonra ilk növbədə sağlam baş, sağlam bir məfkürə ilə onlara yanaşmaq lazımdır ki, proseslər olduğundan da daha gərgin bir məcraya yol tapmasınlar. Və biz Prezident İlham Əliyevin indiki sözlərindən də bir daha belə bir qənaətə gəlirik ki, bəli, Azərbaycan lideri hətta təyyarənin gövdəsindən artıq həm baş sağlığı verib Rusiyalı həmkarına, digər tərəfdən bildirib ki, nəyə görə o artıq geri dönür, çünki mütləq şəkildə onun Azərbaycana qayıtması lazım idi. Çünki ölkəsinin vətəndaşları artıq çox ağır qəzada demək ki, həlak olublar, digərləri yaralanıblar. Yeri gəlmişkən orada Rusiyanın da vətəndaşları həm həlak oldular, həm yaralandılar.
və əlbəttə ki, belə olduğu halda dövlət başçısı ilk növbədə düzgün qərar qəbul edərək ölkəsinə döndü. Və təbii ki, Azərbaycan prezidentinin sözlərindən bir daha biz görürük ki, məsələdə hələ nöqtə qoymaq bir qədər tezdir və digər tərəfdən də Rusiya tərəfinin də araşdırmaları aparılacaq, yeni təfərrüatlar ortaya çıxacaq və təbii ki, ilk növbədə Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı bu haqda xəbərdar olacaq. Gülşən xanım, bax, bu hadisə əlbəttə ki, dövlətlər arası münasibətə də öz negativ təsirini göstərdi. Biz gördük ki, soyuqluq yarandı, sonra digər tərəfdən Rusiyanın iri şəhərlərində Azərbaycanlılarla bağlı davranışlar köklü sürətdə dəyişdi. Arzu olunmaz proseslərin biz şahidi olduq. Hətta bəzi bizim soydaşlarımız, düzdür, onların çoxusu Rusiya vətəndaşları, onlar hətta dünyasını dəyişdi və s. Və belə bir fikir dominant təşkil edirdi ki, bəli, deyəsən də bundan sonra bizim münasibətlərimiz köhnə qaydaya bəlkə də qayıtmasınlar. Amma mən elə başa düşürəm ki, bax, burada məhz o səlis diplomatiya, sonra dövlət rəhbərinin müdriklüyü, digər tərəfdən məsələlərə anlaşma ilə yanaşması və s. öz işin gördü. Yəni, siyasi etiket bizə bir şeydən xəbər verir ki, nə olandan sonra vəziyyəti cilovlamaq lazımdır, onu artıq taleyin hökmünə buraxmaq olmaz və nəhayət elə bir tədbirlərə yol vermək lazımdır ki, onlar yenidən sağlam ruhun bərqərar olmasına şərait yaratsınlar. Bu bizdə alınır, yoxsa yox? Yaxşı sualdır. Mənə elə gəlir ki, əgər biz ümumiyyətlə Rusiya-Azərbaycan münasibətlərinə son bir ilə yaxın bir müddətə nəzər salsaq, məhz müvafiq hadisədən sonra, yəni keçən il dekabrda baş verən qəza hadisəsindən sonra 9 ay keçib. Bəli, 9 ay keçmiş bir müddət ərzində siyasi münasibətlərdə müəyyən mənada problemlər var idi və biz bunu da heç cür inkar eləyə bilmərik. Ancaq bugünkü hadisə əgər biz götürüksə, məhz bu görüşü və burada Rusiya prezidentinin ən azı özünün bir baxışını ortaya qoyması ki, bu son hadisələrlə bağlı, yəni məhz burada birinci növbədə əlbəttə qəza ilə bağlı öz fikrini ortaya qoyur ki, onlar ciddi şəkildə bu qəzanın insidentə qaparıb, obyektiv bir hansısa bir qiymət vermək istəyirlər bu məsələlərə və bunu ilə bağlı orada obyektiv həm PUA-larla bağlı vəziyyət ki, həmin dövrdə 3 Ukrayna PUA-sının uçması və bu zaman texniki cəhətdən onların özlərinin hava müdafiə sistemlərində texniki problemlərin olması gətirib müəyyən mənada belə təsadüfi səhvlərə də gətirib çıxara bilərdi. Yəni bu mənada bu vacib bir məsələdir ki, ən azı cənab prezident həmişə bu məsələni qoymuşdu ki, birinci şərt kimi ki, bəs Rusiya tərəfi burada öz münasibətini bu prosesə qoymalıdır. Çünki burada bu təsadüfi bir səhv ola bilər, bayaq biz səhvlərdən danışdıq. Ancaq o təsadüfi səhvi biz boynumuza almağı bacarmalıyıq. Çünki bu olduqca vacibdir. Çünki qarşı tərəf, əgər biz iki tərəfli münasibətlərdən danışırıqsa, siz bayaq qeyd etdiniz ki, bu tipli hadisə Azərbaycan özü də belə bir hadisəyə var idi. Yaşadıq biz o hadisədən birini. Yaşadıq və biz öz münasibətimizi etiket baxımından, siyasi etiket baxımından göstərdik. Və belə bir münasibəti də gözləyirdik. İndi ona görə düzdür, bu münasibət indi 9 aydan sonra ən azı artıq yavaş-yavaş onun işartıları görünür ki, artıq Prezident Putin bugün artıq bu mənada müəyyən münasibəti qoydu və dedi ki, bu araşdırma hələ düzdür, tam yekunlaşmayıb. İnanaq ki, bu yekunlaşacaq və biz nəhayət sonda bu bütün o birinci növbədə kompensasiya məsələsi ilə bağlı o dedi ki, kompensasiya hamıya ödəniləcək. Bu bizim ikinci şərtimiz idi. Üzrxahlıq bu mənada artıq bugün biz hesab eləyə bilərik ki, müəyyən mənada o üzrxahlığını göstərdi. Üçüncü məsələ, hüquqi qiymət məsələsi ki, bütün o günahkar tərəflər cəzalanmalıdır. Onu qeyd elədi ki, bu tədqiqat qutarandan sonra onlar hökumət məsuliyyətə cəlb edilməlidirlər. Bu səhvi birbaşa edən adamlar. Və bu mənada bu cür bu münasibətlər mən inanıram ki, inanmaq hamımız istərdik ki, sonda hansısa doğrudan da iki tərəfli münasibətlərdə məhz siyasi baxımdan, çünki iqtisadi baxımdan da müəyyən fikirlər söylədi həmin o görüşdə. İndi ona mən toxunmuram, ancaq siyasi məsələlərlə bağlı biz deyirik ki, bəs əgər bu proses davam eləsə, müsbət mənada, yəni müsbət artıq addımlar var və bu addımlar öz nəticəsinə gəlib çıxsa və araşdırma yekunlaşsa, artıq hiss olunur ki, burada müəyyən mənada ən azı iki tərəfli siyasi münasibətlərdə hansısa müsbət inkişaf, müsbət tərəqqi ola bilər gələcək dövrdə. Üzr istəyirəm sizdən, Gülşən xanım, yəni faktiki olaraq
uzun müddət o siyasi dialoqda bir cür pauza alındı. Bəli. Yəni faktiki Bəli. Bakı ilə Moskva arasındakı o daim qüvvədə olan xətt bir növ sustu. Bəli. Və mənə elə gəlir ki, bugünkü hadisənin də əsas mahiyyətlərindən, əsas mənalarından biri odur ki, Bəli. təzədən dialoq bərpa olundu. Bəli. Yəni bunun olmaması özü anormal bir faktdır. Bəli, tam razıyam. Çünki bizim dövlətlərimizin, xalqlarımızın münasibətləri uzun illərdir ki, onlar inkişaf edirdilər. Sonra bizi birləşdirən xeyli sayda ümumi proqramlar var, layihələr var, mega layihələr var ki, onları biz birgə səylərlə həyata keçiririk və nəhayət o proseslərin hamısının arxasında bizim insanların taleyi durur, xalqlarımızın taleyi durur. Bəli. Çünki gediş-gəliş olmasa, sonra alış-veriş olmasa, ticari əlaqələrimiz güclənməsə, daşımalar olmasa və yeni-yeni layihələr ortaya çıxmasa, əlbəttə ki, bu hamımızın kisəsindən gedəcək. Əksinə, o proseslərin hamısının bərpasına böyük ehtiyac var. Və mənə elə gəlir ki, bugünkü bu hadisə həm də özünə məxsus bir siqnaldır ki, yəni biz yolumuza davam etməliyik. Bəli. Bəli, bu ona görə də mən hesab edirəm ki, müəyyən məndə tərəqqidir. Yəni müəyyən tərəqqi biz artıq bugün bu görüşdə artıq görürük onun işartılarını, o tərəqqinin, reallığın. Ancaq onun tam yekunlaşması üçün mənə elə gəlir ki, biz artıq əgər kompensasiya ödənilsə bütün ekipajın orada müəyyən mənada insanlar həlak olublar, bütün zərər çəkmişlərə. Eyni zamanda həmin o birbaşa səhvi törədən insanlar cəzalanandan sonra bütün bu məsələlər yenə qalır açıq və o məsələlər həll ediləndən sonra biz artıq tam mənada deyə bilərik ki, siyasi müstəvidə biz tam mənada bu prosesləri mən əminəm ki, hansısa bir müsbət nəticəyə gətirib çıxardacağıq. Təbii. Və yeri gəlmişkən biz burada qeyd edək ki, yəni Azərbaycan tərəfi öz üzərinə düşən bütün məsuliyyəti layiqincə dərk elədi, sonra lazımi qərarlar verildi, hətta kompensasiyalar da verildi Azərbaycan dövləti tərəfindən zərər çəkmişlərə, həyatını dəyişmişlərə və bu özünə məxsus bir örnəkdir. Faktiki olaraq yəni biz göstərdik ki, həmin o force major xüsusunda necə hərəkət eləmək lazımdır və qərarlar necə qəbul olunur. Bunun özü də böyük bir, mən deyərdim, təcrübədir. Əlbəttə. Bəli, adi ştat rejimində proseslər davam edəndə özünə məxsus bir arxayınlıq yaranır və insanlar elə bilirlər ki, elə daim belə olmalıdır. Ancaq force majorlar, gözlənilməz dönüşlər, sonra qeyri-adi hadisələr görürsən ki, hamını hərəkətə gətirir və belə olduğu halda heç də hamı hazırlıq nümayiş etdirmir. Əksinə, çoxsu çaşqın bir vəziyyətə düşür. Digərləri uzun-uzadı düşünməyə başlayırlar. Amma biz yəqin ki, özümüzü də bu prosesdə yoxladıq. Bir daha nəzərdən keçirik ki, bizim bu operativ dəyişilən situasiya, reaksiyamız necə ola bilər və necə olmalıdır. Salim müəllim, bax, sizin fikrinizcə necə oldu bizim reaksiyamız? Yəni, bu elə bir hadisədir ki, biz dönə-dönə bunu yadımızda saxlamalıyıq. Çünki belə şeylər düzdür, çox nadir hallarda baş verir. Amma digər tərəfdən də həm də insanlara, mütəxəssislərə, elə aviasiya sahəsində işləyən bizim demək mütəxəssislərimizə lazım olan belə deyək təcrübə də yaraldı görünür. Yeri gəlmişən Tofiq müəllim, əvvəlcədən deyim, burada kompensasiya məsələsinə toxundu, hörmətli Gülşən xanım. Yeri gəlmişən, yəni Prezident Putin də dedi və kompensasiyası məsələsində Azərbaycanın belə deyək də şərti və tələbi, özdə haqlı tələbi yalnız o qəzada həlak olanlara, zərər çəkənlərə kompensasiyadan getmir. Həm də Azalın özünə kompensasiyadan söhbət gedir. Yəni təyyarənin qiyməti var, təyyarə var bu öz yerində. O ki qaldı Tofiq müəllim, məsələ bilirsiniz necədir? Mən düşünürəm ki, Azərbaycan ilk gündən bu məsələdə, Azərbaycanın siyasi rəhbərliyi bu məsələdə çox təmkinli mövqe tutur. Ola bilsin, cəmiyyətdə müəyyən insanlar var, yəni emosional insanlar var. İnsanlar var, müxtəlif belə deyək də, xarakter, onlar emosiyalarını cilovlaya bilmir. Amma Azərbaycan prezidenti yazıca gəlir, ilk bəyanatı nə olduğunu ki, bu təyyarə səhvən vurulub, yəni Azərbaycan tərəfi bunu dedi. Səhvən vurulub, amma sözsüz ki, bunu da etiraf olunmalıdır ki, yəni bu Rusiya səmasında, Rusiya tərəfindən belə deyək, oradan nasazlıq üzündən vurula bilər, yəni texniki nasazlıq, o komplekslərin, hava hücumu müdafiə kompleksinin və yaxud da ki, orada hərbiçilərin səriştəsizliyi, yəni naşılığından da bu baş verə bilər. Çünki məsələ bundadır ki, Azərbaycan da bundan, belə deyək də, Rusiya üçün bundan pozitiv münasibət sərgiləyə bilməzdi, bəyanat verə bilməzdi. Yəni budur. O ki qaldı, orada bilirsiniz necədir? Bax, Tofiq müəllim, niyə mən düşünürəm ki, bu hadisələr bu qədər uzun çəkdi? Siz dediniz ki, Rusiya bir növ astagərlik nümayiş elətdirdi. Mən sizi əmin edirəm ki, özdə bu əmin etməyimə heç yeri gəlmişkən ehtiyac da yoxdur. Yəni bütün bu, belə deyək də, bütün o şərhlərdə Rusiya tərəfində, bəyanatlarda
belə deyək də, ən azı rəsmi qurumlar tərəfindən, hökumət, hakimiyyət tərəfindən olmasa da, hakimiyyətə yaxın dairələr tərəfindən bəzi bəyanatların, belə deyək də, mündəricatı göstərir ki, oranın özündə müxtəlif maraq qrupları var. Bayaq deyirsiniz də, kimsə təmkin göstərir, kimsə səbirli olur. Bəli, insanlar bir şey həqiqətən də bilməlidirlər ki, həyat bataqlıq deyil ki, bir yerdə durmur. Hər hadis ola bilər. Heç kim, heç bir kəs, heç bir dövlət, heç bir xalq, belə deyək də, o force majordan sığortalanmıyor. Bu hamının başına gələ bilər. İndi bayaq dediniz, indi Rusiyanın helikopterinin vurulması, əslində Rusiyanın helikopterinin vurulmasında orada daha çox məsuliyyət, günah. Həmin o Rusiya hərbiçilərinin, belə deyək də, elə bir yerdə, zonada o helikopterin qaldırılması idi. Bəli, bu, ona görə hələ təsəvvürlə hansı vəziyyətdə gedir, müharibə vaxtı, müharibənin sonunda bu. Bu hələ, bu başqa məsələdir. Ancaq bir daha sübut olunur ki, o deyil sizə məsələn, amma görünür ki, kimlərsə, istəyir Rusiyada, istəyirsə də bir sıra xarici ölkələrdə, bunların xüsuda balıq tutmaq sevdasında olanlar var. Bax, yəni bundan istifadə edib və yeri gəlmişkən, mən düşünürəm ki, bu məsələdə ilk növbədə məsuliyyət Rusiyanın İstintaq Komitəsinin, belə deyək də, komitəsinin üzərinə düşür. Elə yeri gəlmişkən bizim həm soydaşlarımızla da bağlı Yekaterinburqda. Onda Tofiq müəllim, doğrudur, orada belə təbliğat maşını işləyən və özdə belə deyək, kör-körona, ağına, bozuna baxmadan işləyənlər çoxdur, təbliğat maşınları var orada. Amma orada yeri gəlmişən, sağlam məntiqə söykənən insanlar da var. Hələ o Yekaterinburq hadisələri olanda onların bir neçəsi bəyanatla çıxış elədi. Bəyanatdan da mən oxuyurdum o saytlarda, belə portallarda ki, hələ birinci növbədə o hadisələrə görə Rusiyanın hüquq mühafizə orqanı, xüsusilə də Yekaterinburq, bir onlardan cavab tələb olunmalıdır ki, başa düşmədim, əgər bu cinayət törədilibsə 24 il bundan qabaq indiyənə kimi onlar hara baxırdılar? Onlar indi bildilər bunu və ikinci bir tərəfdən, niyə o Azərbaycanlıların öldürülməsi belə müəmmalı və təcili şəkildə başlayır? Deməli, onlar özlərinin hansı işlərini bastırmaq üçün bunu edirlər. İndi nəyə gətirirəm sözü? Amma görürsünüz, Azərbaycan tərəfi ilk növbədə və yeri gəlmişkən son vaxtlarda Azərbaycan tərəfi, Azərbaycan prezidenti bir nəfəsə dedi və həmişə hansı məsələni qoydu ortaya? Biz təyyarə qəzası ilə bağlı ədalətli və belə deyək də, necə deyirlər, obyektiv. Yəni qəzadan kimsə sığortalanmıyıb? Həm də biz şəffaflığın və həm də hesabatlılığın tərəfdarı obyektiv hesabat verin də niyə belə qərar başlayır? gözləyir və ikinci bir tərəfdən bir məsələ var. Tofiq müəllim, orada hətta o qəzanın baş verdiyi vaxtda da orada Rusiya tərəfinin üzərinə düşən başqa bir məsuliyyət də var. Elə əsas məsuliyyət oradadır. Yeri gəlmiş həmin vaxt adınıza yazılsa, həmin vaxt təxminən bir həftə idi, 10 günüdür. Ukrayna puaları, pilotsuz təyyarələri o Groznyaya, Çeçenistana göz verib işıq vermirdi. Yanınıza gəlir bir həftə nə qədər artıq onda o hava məkanı bağlanmalı idi. İndi bunu eləmədi, amma gördüyünədilər. Götürdülər bu hadisə olandan sonra, qəza olandan sonra götürdülər orada o hava məkanını bağladı. Buna nə ehtiyac var? Bu bir də bilirsiniz nəyi göstərir? Yeri gəlmiş indi Putin orada dedi, Tofiq müəllim, mən deyirəm, orada maraq dairələri söhbəti var. Maraq dairələri, bax orada bəzi maraqlı dairələr, mən sizi inandıram ki, dövlət başçısının özünə düzgün məlumat vermirlər. Əlbəttə. Niyə? Onu da çoxu bilirsiniz də irəli gəlir. Birinci, indi hamımız, Ədalət müəllim xüsusilə mən hərdə olmuşam, siz hərdə olmuşsunuz, Ədalət müəllim də konkret hərbiçidir, yəni kadrovikdir, bundan gedir söhbət. Məsələ bundadır ki, bir çox hallarda elə siyasi şeylərdədir, müstəvilərdə də belədir. O aşağı və orta səviyyədə olan mənbələr var ha. Özlərinin səriştəsizliyimi deyək, cinayətkar məsuliyyətsizliyimi deyək, onu örtbasdır eləmək üçün hadisələri təhrif olunmuş şəkildə. Yəni səhvlərin müxtəlif səbəbləri olur. Bəli. Ona görə araşdırma lazımdır və araşdırma üçün də sabit bir şərait olmalıdır ki, şəffaflıq zəfər çalsın. Araşdırma da obyektiv aparılmalıdır. Obyektiv aparılmalı, əlbəttə ki. Orada əgər maraq qrupları fikirləşsinsə... Obyektiv olmayacaqsa mənası nədir? Yox, amma belə bir cəhdlər oldu. Yox, belə şeylər var da, hansısa, kiminsə üzr istəyirəm, haradasa dayısı var, üzr istəyirəm, xalq dilində desək, orada. O onun, belə deyək də, o işini örtbasdır eləmək üçün, belə deyək də, istiqaməti başqa tərəfə yönəldir. İndi üzr istəyirəm, Vladimir Putin gəlib oturub indi birbaşa onunla məşğul olası deyil ki, indi bu da inandığı adamlar da o qurumlarda bunu, amma orada özünə məxsus bir pilləkan var da, yəni yerdə, orada qərar verən hərbçilərin 100% səhvi olur. Bu 200%. Çünki onlar deyirlər o kayor əməliyyatı, yəni xalça əməliyyatı, əgər orada
uçan təyyarələr, nə bilim pilotsuz uçan vasitələr varsa, siz mütləq şəkildə gərək oranı artıq Yox, bir hərəkət hava məkanı kimin gərək bağlı elan edilir. İndi söhbət nədən gedir? Azərbaycan, ona görə deyirəm, Tofiq müəllim əvvəlinə qayıdıram o sualınızı. Azərbaycan bu müstəvidə, belə deyək də, bütün beynəlxalq hüquq qaydalarına əməl eləməklə istənilən halda özünün xoş niyyətini, xoş siyasət məramını ortaya qoydu. Da Azərbaycan bundan Həm də artıq peşəkarlığını ortaya qoydu. Biz niyə? Çünki ilk növbədə biz Qazaxstanlı aviatorlarla münasibət qurduq. Sonra onların Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mütəxəssislər və yeri gəlmişən müxtəlif sahəyə aid mütəxəssislərlə bizim nümayəndələr dərhal həm münasibət qurdular, həm təmasa çıxdılar. Digər yaxşı koordinasiya işini gördük biz. Yəni əlaqələndirirdilər ki, tez bir zamanda bu məsələnin ətrafında olan o duman, o qeyri-müəyyənlik soğuşub getsin. Yeri gəlmişən Tofiq müəllim, mən düşünürəm ki, yəqin ki, elə qəzanın indi o faciənin birinci il dönümə yaxın, mən düşünürəm ki, artıq Rusiya tərəfi də konkret və yaxud da ki, Braziliya tərəfindən yəni araşdırma aparılır orada. Beynəlxalq araşdırma konkret olaraq nəticələri ortaya qoyacaq. Yadınıza gəlirsə, hələ o vaxtda o hadisə olanda, məsələn, orada dedilər, müxtəlif belə deyək, versiyalar səsləndirildi və əslində dedilər ki, yəqin ki, bu bir il çəkəcək. Əvvəlcə 3 ay dedilər, sonra dedilər ki, yəqin ki, bir il çəkəcək. Yəni, bu belə dəqiq araşdırmalar. Amma mən yenə deyirəm, ən azı, mən Gülşən xanımla tam razıyam ki, burada, əgər Rusiya prezidenti artıq bunu etiraf edirsə və yeri gəlmişən, Putin kifayət qədər təcrübəli siyasətçidir. O çox gözəl bilir Azərbaycanın əhəmiyyətini başa düşür. Siz deyirsiniz ki, bayaq dediniz, münasibətlərdə iqtisadiyyat, humanitar məsələlər və ən əsası mən düşünürəm ki, Tofiq müəllim, Azərbaycan-Rusiya münasibətlərində gərginliyin qalması, nizamlanmanın olmaması ilk növbədə həm Rusiyanın özü üçün, həm də Cənubi Qafqaz üçün təhlükəsizlik problemini, belə deyək də, qabartmaq yox, onu daha da şiddətləndirir. Niyə? Qabartdı, yəni kritik notlar da gəlir. Bəli, etiraf eləyək ki, 2-ci Qarabağ savaşından sonra Azərbaycan, Türkiyə və Rusiya birlikdə Cənubi Qafqazda yeni bir, belə deyək, təhlükəsizlik arxitekturasını yaratdılar. Amma indi bunun iki yaradıcı təsisatçısı arasında belə gərginlik yaranırsa, sözsüz ki, müəyyən qüvvələr bundan istifadə edib, bax, burada yenidən, belə deyək də, suyu çalxalamağa başlayacaqlar və bu Rusiyaya xeyir edəcəkmi? Bax, söhbət bundan gedir. Və ümumi vəziyyətə də xeyir eləməyəcək. Əlbəttə ki, nə aydındır da. Siz indi, məsəl ki, Rusiya daxili qüvvələrin reaksiyasından danışdınız, səthi belə tərzdə. Bəli, bu aydın məsələdir ki, Rusiyada artıq anti-Azərbaycan isteriyası qalxdı, sonra bəziləri başladılar yuxarıdan aşağı baxaraq, güya biz kimik, siz kimsiniz ki, biz sizə nə bilim hesabat verir və s. Bunlar öz yerində. Amma burada həm də üçüncü qüvvələr, üçüncü ölkələrin nümayəndələri artıq bu proseslərə qatılırlar ki, biraz da demək o çalarların hamısını tündləşdirsinlər, sonra nifaq salsınlar ortaya sözün əsl mənasında, gərginləşdirsinlər bizim münasibətləri ki, nə var, bunlar üçün bu bir mifik preferensiyalar, üstünlüklər vəd edir. Əlbəttə, bu prosesdə yenə deyirəm, yəni Bakı-Moskva xətti ilə gərək mütləq şəkildə artıq qaynar bir xətt yaradılıydı. Biz onu etmişdik və hazır idik onu etməyə. Amma Rusiya tərəfi bir qədər aslına gəldik nümayiş etdirdi. Təbii ki, bütün bu proses elə bütövlükdə Ədalət müəllimə ki, təhlükəsizlik mövzusunda araşdırılmalıdır və araşdırılır da. Çünki bax, biz görürük, bir yandan Rusiyanın ərazisində hava hərbi əməliyyatları, digər tərəfdən mülki təyyarələrin uçuşu, ora gediş-gəlişi. Nəhayət, yerlərdə indi bax, Sahil müəllim vaxtı danışdı ki, yəni bu insidentin özü nə dərəcədə ümumi fonu gərginləşdirdi. Yəni, belə şeylərdən qaçmaq lazımdır. Biz onun məsuliyyətini dərk etdik. Çox təəssüf ki, Rusiya tərəfi ya dərk etmək istəmədi, ya da ki, dərk edərək başladı bir növ çaşqın bir situasiya formalaşdırmağa. Nəysə, bunlar hamısı olub, keçib gedib. İndi bundan biz həm nəticə çıxarmalıyıq və digər tərəfdən də artıq bu da özünə məxsus bir təcrübədir. Belə bir deyim var, deyirlər, mənfi təcrübədə, o da təcrübədir. Onu da nəzərə almaq lazımdır ki, onun vəziyyətlərini hamı bilsin və çalışsın ki, bir də belə şeylər təkrarlanmasın. Mənə elə gəlir ki, indi bax, bugünkü bu görüş haqqında ki, biz danışırıq, prezidentlər İlham Əliyev və Vladimir Putin arasında olan söhbət, bu özünə məxsus bir həm, necə deyim, saat əqrəblərini
tutuşturmaq məsələsidir və digər tərəfdən də həm də biz təhlükəsizlik məsələsinə daha çox diqqət yetirməliyik. Çünki onsuz da belə hadisələrlə yanaşı digər yan risklər də var, yan çağırışlar da var və Qafqaz bölgəsi əvvəlki tək turbulent bölgə kimi səsləndirilir. Təhlükəsizlik məsələsi kifayət qədər ciddi bir məsələdir və onun milli, regional və qlobal qolları var. Milli təhlükəsizlik məsələsi bugün istənilən ölkə üçün prioritet olaraq qalır. Xüsusilə də bu Cənubi Qafqazdan əgər bəhs edirsə və yaxud da Yaxın Şərqdən, eləcə də Avropada, tutaq ki, bugün Rusiya-Ukrayna cəbhəsində ən böyük problem məhz təhlükəsizlik ilə bağlıdır. Təhlükəsizlik o qədər geniş bir məfhumdur ki, onun tam açılması üçün bəlkə həftələrlə danışa bilərik. Burada başlayır şəxsi təhlükəsizliyindən vətəndaşın, milli təhlükəsizlikdən sərhəd təhlükəsizliyi, ərazi təhlükəsizliyi, hava məkanının təhlükəsizliyi, enerji, qida, informasiya, idarə etmə, ekoloji və s. və ilaxır. Bu, dünya belə qurulub da, çayın bir ucu başlayır, tutaq ki, bir ölkədə, qutarır 5-ci ölkədə. Ekoloji tarazlığı təmin eləməsən, təhlükəsizliyi təmin eləməsən, həmin o çaydan su içən insanın həyatı təhlükədədir. Bu qədər bəsit. Əgər burada, məsələn, biz hava məkanının təhlükəsizliyindən danışırsa, bu daha təhlükəli, daha ciddi bir məsələdir. Çox şeydə, belə deyək, resursları qənaətlə işlətmək olar. Məsələn, müəyyən bir sahəni bu il deyil, bu körpünü gələn il tikə bilirsən və yaxud da avtomobil yolun və yaxud da tuneli. Amma təhlükəsizlik elə məsələdir ki, ona bu gün qənaət edərsənsə, onun fəsadlarını illərlə aradan qaldıra bilmirsən. Baxın, xırda bir məsələ deyildi. Təyyarə vurulub, insanlarımız həlak olub. Kim eləyib? Heyət. Birinci nədən başlamalıyıq? O heyətin atəş açdığı anda alternativləri var idimi? Bir. İdentifikasiya sistemi var, IFF deyilən. Identification Friend and Foe. Yəni, özümün özgənin sistemi. Bu, özü hərbi bir identifikasiya sisteminin tərkib hissəsidir. Bundan hərbiçilər də istifadə edirlər, mülki də. Bu nə deməkdir? Yəni, aşağıda radiolokasiya stansiyası hədəfi görür, ona siqnal yollayır. O siqnal avtomatik cavab alır. O cavabdan bilir, bu özümündür, özgənindir, təyin olunmayıb, hədəf kimə aiddir? Tutaq ki, avadanlıq sıradan çıxıb cavab verə bilmir. Bir də ki, neytral hədəfdir. Yəni, nə mənimdir, nə özgənindir, amma mənə də maniyəsi yoxdur. Üstəgəl, bu heyətlərin yanında siyahı var. Saat neçədə, hansı marşrutla, hansı reyslə, hansı, belə deyək, dəhlizlə təyyarə uçacaq. Bunları bilirlər. İndi görək, bu identifikasiya sistemi doğru-dürüst çalışdı mı? Sualın biri budur. Rusiya tərəfi deyir ki, biz son məlumatlar belədir. Orada 3 ədəd Ukrayna puası uçub. Ola bilir. Əgər Ukrayna puası vurulubsa, onun qəlpələri bizim mi təyyarədə iz qoyub? Yoxsa açılan raketin nəticəsində, raketin o qəlpələri var, fuqas qəlpələri. Onları identifikasiya eləmək lazımdır. Digər tərəfdən, bu təhlükəsizlikdən danışırıqsa, biz iki ölkə arasında rəhbərlərin görüşməsi bir neçə məsələləri artıq daha geniş miqyasda müzakirəsinə imkan yaradır. Daha əvvəl biz Baş Prokurorluğun açıqlamasından eşitmişdik ki, Rusiya ilə bu sahədə ortaq araşdırmalar və s. davam edir. Amma indi Salavyov vardı, Simonyan vardı, Zatulin vardı və bir neçələri ki, bəli, yığılmışdılar erməni dili ilə Rusiyadan bizə nifrət püskürürlər. Onlara meydan yetişdi də o məqamda. Əlbəttə ki, həm də qızışdırırlar vəziyyət. Verməmək olardı. Mümkün idi. İlk günlərdən biz obyektiv bir araşdırma istəyirik. Biz nə istəyirik? Bizim cənab prezidentin səsləndirdiyi fikirlərin bir gün demək olar ki, 99% eyni ilə Rusiya prezidenti səsləndirir və qəbul edir. Ən azından qəza bizim ərazidə baş verib, etiraf edir. Vurulmasına səbəb Ukrayna pualarıdır. Deməli, belə bir məlumatlar istintaqdan var. Bunu da yəqin ki, radiolokasiya stansiyalarının görüntüləri dərhal əldə olunub, hava məkanında kimlər var və s. və ilə. Enməyə icazə versəydilər Mahaçqalıya, bəlkə də o çatdırıb zolağa düşə biləcəkdir. Çünki təyyarə geniş bir geri dönüş eləyir, gedir xeyla uçur, daha gedir, çıxır
Xəzər notayına. Xəzər notayına. Həmin o məsafəni Qrozndan və yaxud da Mahaçqalıya enərdisə, insan itkiləri az olardımı? Bəli, olardı. Bəlkə də heç olmazdı. Gərginlik də yaranmazdı. Yeri düşmüşkən, burada biz o bir hadisəni o helikopterlə bağlı xatırlatdıq. O helikopter nə gəzir Azərbaycan sərhədində? Müharibə şəraitində əlbəttə ki. Müharibə şəraitində. Ondan sonra da 2023-cü ildə antiterror günündə də biz xəbərdar edirik sülh məramlı kontingenti ki, antiterror əməliyyatları bu saatda başlayır. Onlar bilə-bilə ki, başlayır, öz heyətlərin xəbərdar eləmirlər. Rusiya kontingentin bir dənə Ural maşını, içində 8 nəfər də sülh məramlı kontingentin hərbiçiləri ilə bir yerdə Ağdərə istiqamətində birbaşa bizim mövqelərə tərəf heç bir fərqləndirmə nişanı olmadan, yəni o kontingentin özünün bayrağı var, onu da qaldırmadan ildırım sürəti ilə onlara tərəf şütürlər. Əskərimiz məcburiyyətdən atəş açır. Kim zəmanət verirdi ki, onun içindəkilər erməni silahlıları deyil. Buna baxmayaraq yenə də Azərbaycan imkan vermədi ki, nə birinci hadisədə, yəni o 2020-ci ilin noyabrında, nə də 2023-cü ilin sentyabrında Rusiya tərəfi bəyanat verməyə belə çatdırmadı. Dərhal özümüz araşdırdıq. Beynəlxalq qayda var, qanun var. Dərhal. Atəş açmısan, insan həyatını dəyişib, əmlaka və yaxud da vasitəyə ziyan dəyib, bu nədirsə kompensasiya, sığorta, ödəniş, üzrxahlıq və s. Mexanizmlər var da, yəni. Və hüquqi proseslər başlanılır. Ondan ötürü hüquq mühafizə orqanları var, araşdırırlar. Günahı olan şəxs varsa cavab verir, məsuliyyətə cəlb olunur və məsələ bağlanır. Və Azərbaycan imkan vermədi ki, bu məsələlər üzərindən kimsə manipulyasiya eləsin. Üzrsən, Ədalət müəllim, bax, elə ona görə biz o spekulyasiyaların qarşısını aldıq. Amma Rusiya tərəfinin ləngiməsi həmin o spekulyasiyalara və variasiyalara böyük bir meydan verdi. Bəli. Reaksiya ani olmalıydı. Çünki nə istəyirsinizsə edin. Sizin ərazidən, sizin hərbiçi atəş açıb, Azərbaycanın 38 nəfər vətəndaşı həlak olub. Bu faktdır. Bunun altından heç kim heç ara çıxa bilməz. Buna gətirib çıxardan səbəblər nə olub? O istintaqın işidir, o sonraki məsələdir. İlkin mərhələdə çıxıb deyirsən ki, araşdırırıq, beynəlxalq hüququn qaydalarına uyğun olaraq bu tədbirləri görəcək. Yoxsa nə edilər? Sığorta ödənişini gətirib kompensasiya kimi qələmə verməyə çalışdılar. Bu da daxili auditoriyanı biraz həlak olan insanların ailələrini narahat elədi. Əsas predmet qaldı kənarda, başladılar ikinci dərəcəli məsələləri qabartmağa. Sığorta, bu başqa bir şey. Sığorta odur ki, bu təyyarə beynəlxalq sığorta şirkətində sığortalanmalıydı, amma onlar Rusiya ərazisində olmadığına görə Rusiyada fəaliyyət göstərən sığorta şirkətində sığortalanmışdı və təyyarə məhv edildiyinə görə həmin sığorta şirkəti onu ödəyib. O başqa, amma ümumi dəyəri kompensasiya olunmuyub. Vətəndaşların həlak olduğuna, yaralandığına, mənəvi istirablarına görə kompensasiyalar ödənilməyib. Həmin heyət hələ də məsuliyyətə cəlb edilməyib. Həmin heyətin avadanlıqlarının nəyə görə nasaz olduğu ortaya çıxarılmayıb. Bu avadanlıq, baxın, oradan gündə neçə dənə təyyarələr uçur. Nədənsə heç kimə atəş açılmadı, amma Azərbaycan təyyarəsi vuruldu. Bu ictimaiyyətdə böyük suallar yaradırdı və bu suallarda haqlı idi. İlk başından bunlar olsaydı, daha yumşaq bir şəkildə biz bu məsələni belə deyək, daha erkən həll eləyərdik. Heç nə Salovyovların qaş qaldırmağına ehtiyac qalmazdı, nə digərlərinin belə deyək, erməni dili ilə danışıb münasibətlərə pozmağa cəhdinə şərait yaranmazdı. Azərbaycan heç bir zaman nə qonşularla, nə müttəfiqlərlə, nə hətta neytral ölkələrlə biz münasibətlərimizi daha üst bir səviyyə çıxarmaq üçün əlimizdən gələni eləyirik və daim də deyirik, təhlükəsizlik birinci məsələdir, prioritet məsələdir. Belə bir məsələ varsa, biz bunu müzakirə etməyə daim hazırıq. Prezidentlər görüşübsə, deməli bizim də müvafiq sahə üzrə mütəxəssislərimiz oturarlar, bu təhdidlərin aradan qaldırılması, gələcəkdə təkrar olunmaması və bunun üçün hansı birgə tədbirləri həyata keçirəcəyimizi yenidən müzakirə edə bilərik və bunun da monitoringini birgə təşkil edə bilərik. Odur ki, bax, biz üzr istəmirsən, biz artıq biraz qrafikdən kənara çıxırıq, çox üzr istəmirsən. Yəni, faktiki olaraq vaxt itkisi əlbəttə ki, işin xeyrinə yox, zərərinə işlədi. Və Rusiya tərəfi bundan nə qazandı? Mən şəxsən
çətinlik çəkirəm deyim ki, o nə qazandı və qazanmaq ola bilərmi? Qazanc ola bilərmi bu sahədə? Yox, əlbəttə ki, yox. Siz o qədər vaxt itirdiniz və nəhayət bu günləri belə deyək də bir dönüş yarandı və o həm də hamını bir növ rahat salır. Çünki birincisi Rusiya prezidenti dedi ki, mən əminəm, bundan sonra da bizim münasibətlərimiz müttəfiqlik məcrasında gedəcək, davamiyyətini tapacaq. Digər tərəfdən o humanitar sahəyə diqqət yetirdi ki, bəli, o sahədə də bizdə çox böyük dinamika var, mal dövriyyəsində böyük dinamika var. Çox gözəl. Biz yalnız bunu istəyirik. Çünki bizim Rusiya tərəfinə heç bir anlaşılmayan iddiamız yoxdur. Sadəcə sorğularımız var idi. Onlar da hamısı beynəlxalq qanunvericiliyi çərçivəsində öz yerini tapmış tələblərdir. Belə, keçək indi əsas məsələyə, haqqında danışdığımız Düşənbə MDB samiti və artıq dövlət başçıları hamısı Tacikistanın paytaxtındadırlar və bizim xüsusi müxbirimiz Vüsal Mətləb oradadır. İndi o bizimlə xəttə çıxır. Vüsal, salam Vüsal, biz sizi dinləyirik, dinləməyə hazırıq və bugünkü gün bizim üçün çox vacib bir gün idi və təbii ki, sabah gündə vacib olacaq. Buyurun, biz sizi eşitmək istəyirik. Axşamınız xeyir Tofiq müəllim. Bəli, Düşənbə bu gün qonaqlarını al-əlvan, belə al-əlvan və musiqi sədaları ilə qarşılayır. Məsələ burasındadır ki, MDB Dövlət Başçıları Şurasının növbəti toplantısı məhz Tacikistan paytaxtında keçirilir və şəhər tamamilə bu tədbirə fokuslanıb. Bütün MDB məkanının diqqəti əksində Tacikistan paytaxtındadır, eyni zamanda Azərbaycanın və bizim diqqətimiz təkcə ona görə MDB Dövlət Başçıları Şurasının növbəti toplantısına görə yox, həm də bugün Düşənbədə keçirilən ikitərəfli görüş. Azərbaycan və Rusiya liderləri arasında keçirilmiş görüşə görə Tacikistan paytaxtına yönəlmişdi. Bu görüşün ümumi xülasəsi ondan ibarətdir ki, görüş olduqca pozitiv əhval-ruhiyyədə keçdi. Rusiya tərəfi Rusiya dövlət başçısının açıqlamalarından ümumi çıxarıla biləcək nəticə odur ki, Rusiya tərəfi baş vermiş təyyarə qəzasına görə məsuliyyətdən boyun qaçırmır. Rusiya prezidenti başsağlığını növbəti dəfə ifadə etdi və bildirdi ki, bu hadisəyə görə məsuliyyət daşıyanlar hüquqi məsuliyyətə cəlb olunacaq və bu hadisəyə görə kompensasiya ödəniləcək. Beləliklə, Rusiya-Azərbaycan münasibətlərinin normal məcraya qayıtdığını söyləmək mümkündür. MDB Dövlət Başçıları Şurasının növbəti toplantısına gəldikdə isə bu toplantı sabah gerçəkləşəcək. Bugün burada bir sıra iki tərəfli görüşlər keçirilirdi. Eyni zamanda məlum olduğu kimi Rusiya Mərkəzi Asiya samiti baş tutmuşdu və sırağa gündən etibarən artıq Rusiya lideri Tacikistanda səfərdə idi. MDB toplantısına gəldikdə isə liderlərin müzakirə masasında regional və qlobal məsələlərin siyasi dialoqun dərinləşdirilməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı və birliyin gələcək prioritetləri olacaq. Eyni zamanda artıq mətbuata verilən bir neçə gün öncədən verilmiş məlumatlardan aydın olur ki, terrorizm və ekstremizmlə mübarizə, hərbi sahədə əməkdaşlıq, sərhəd təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra müzakirələrin aparılması və bir sıra sənədlərin imzalanması gözləniləndir. Hər halda MDB məkanı, MDB coğrafiyası yaxınlığında, eyni zamanda elə bu coğrafiyanın özündə də bir sıra toqquşmalar və təəssüf ki, hərbi toqquşmalar da baş verir və təbii ki, bu hətta münaqişələrin coğrafiyasında yerləşməyən ölkələri belə narahat etməlidir və təbii olaraq eləyir. Odur ki, liderlərin müzakirəsi bu cür toqquşmalardan qorunmaq üçün siyasi dialoq əlbəttə yeganə çıxış yolu ola bilər və həm də əməkdaşlıq. Əməkdaşlıq siyasi təhlükəsizlik, hərbi təhlükəsizlik, ümumiyyətlə təhlükəsizliyin mühüm faktorlarından biridir. Belə, ümumilikdə bugünün əsas hadisəsinin şərhi və sabahki gözləntilər bundan ibarətdir bizim Düşənbədən çatdıra biləcəklərimiz. Hələlik isə söz yenidən sizdə. Sabahki buraxılışlarımızda yəqin ki, əsas tədbirin, əsas toplantının təfərrüatlarını da bölüşmə imkanımız olacaq. Bəli, sağlıq olsun. Biz sizlə yenidən əlaqə saxlayacağıq. Çox sağ olun və uğurlar diləyirəm. Yorulmayız. Belə, əlbəttə bu hadisə vacib hadisədir. Çünki birincisi MDB üzvlərinin marağında olan odur ki, inteqrasiya məsələləri intensiv bir hal alsın. Digər tərəfdən biz görürük ki, MDB ətrafında gedən proseslər nə dərəcədə həyəcan doğurur. Digər tərəfdən onların heç də hamısı insanlara bir rahatlıq gətirmir. Əksinə,
çox böyük və gərgin gözləntilər gündən-günə artır. Çünki münaqişəli vəziyyətlər var. Sonra baş verən o qaynar toqquşmalarda çıxış yolları sanki heç yox səviyyəsindədir və nəhayət ən əsas məsələ də bizim elə müxbirimiz Vüsal demişkən təhlükəsizlik məsələsidir. Və təbii ki, təhlükəsizliyin də zəmanətini verən sahə iqtisadiyyatdır. Gülşən xanım, məhz bu qlobal sistemin yaşadığı indiki bu təlatümlü dövr ki var, o özü də mən deyərdim ki, qarşıya, gündəliyə əsas bir məsələ kimi daha dinamik hərəkətli olmaq, daha nə bilim bir tapıntılara üstünlük vermək, sonra innovativ gedişlərdən istifadə etməyi norma kimi ortaya çıxarır. Çünki bəzi hallarda biz özümüzdə eşidirik, özümüzdə görürük, yazılarda, təhlil ellərdə ki, MDB sanki, belə deyək, bir qədər hərəkət edir, sonra yerində adımlayır. Bax, bu sammitdən hansı gözləntilərlə biz artıq özümüzü təsdiqləyə bilərik? Yəni, nə etməlidir? Bax, bu sammit. Niyə bunu mən deyirəm? Niyə mən bunu soruşuram? Biz görürük ki, ümumiyyətlə, qlobal diplomatik sahədə də böyük bir intensivlik var. Və bir halda ki, dövlət rəhbərləri bir araya gəlirlər, onlar gərək istər-istəməz bir yeni baxışlarla ümumi proseslərə təkan versinlər. Bu, düşənbədə alına bilər, yoxsa yox? Yəni, yenə deyirəm, ümumi vəziyyətin konjunkturasını nəzərə alaraq mən bu sualı verirəm sizə. Yaxşı sualdır. Mən elə gəlir ki, biz əgər sizinlə ümumiyyətlə MDB-yə bir platforma kimi baxsaq, biz çox gözəl bilirik ki, bu platforma vaxtilə SSR dağılandan sonra demək olar 91-ci ilin əvvəllərindən gündəmə gəldi və demək olar ki, uzun bir dövr ərzində keçmiş Sovet dövlətlərini belə götürsək, Baltik ölkələri qırağa qoymaqla, Gürcüstan da orada yoxdur. Ukraynada yəqin ki, indi yoxdur. Ümumiyyətlə, bax, əsasən bizdə bu MDB keçmiş Sovet dövlətlərini bir araya gətirir bu dövr ərzində. Gülşən xanım, özdə o dövrdə belə bir termin var idi ki, respublikalar yenicə öz müstəqilliklərini elan ediblər, qazanıblar və mal məsələsində boşanma prosesi gündəmdədir. O boşanma prosesi hamar getsin deyə bu güya struktur kömək eləyəcək. Amma sonradan bəlli oldu ki, xeyr, bir məsələ ilə bunu məhdudlaşdırmaq olmaz. Yəni, birincisi, respublikaların hamısı bir-birinə bağlı idilər. Çünki mərkəzləşmiş bir sistem var idi, mərkəzləşdirilmiş. Və digər tərəfdən o münasibətlərin, tellərin qırılması, yəni insanlara çox böyük problemlər gətirdi. Respublikalar bir çox məsələlərin qarşısında aciz qaldılar. Yəni, söhbət burada mal bölgüsündən getmirdi. Sonra varidatın bölgüsündən getmirdi. Əksinə, yeni münasibətlərə bir imkan yaratmaq lazım idi ki, artıq köhnə tərəfdaşlar yeni tərəfdaşlığın təməlini qoysunlar. Bax, bu baxımdan mən elə gəlir ki, o proses hələ də davam edir. Bəli, tam razıyam. Yəni, əgər biz baxsaq 30 ildən çox keçmiş bir dövrə, yəni bu əsrin 4də biridir. Bu əsrin 4də biri ərzində, əgər biz baxsaq ümumiyyətlə həmin o ölkələr, bugünkü dünyada artıq biz hamımız başa düşürük ki, yeni bir dünya düzəni yaranmaqdadır. Və bu düzən elə bir ki, daha çox regionlar baxımından formalaşır. Yəni, region götürsək, məsələn, nə üçün Mərkəzi Asiyada 2-ci forum bugün keçirilir? Rusiya plus Mərkəzi Asiya. Nə üçün Mərkəzi Asiya bir region kimi artıq dünyanın bir sıra maraqlı tərəflərini və aktorlarını, məsələn, həm Çin plus Mərkəzi Asiya 5 ölkəsi, Amerika plus Avropa İttifaqı plus Mərkəzi Asiya ölkələri. Yəni, bunu bir region kimi götürürlər. Düzdür, o MDB-nin də içindədir, ancaq bu region özü, məsələn, Rusiya plus deməli, bax bu. Hətta paralel olaraq, çünki onların birinci forumu da 22-ci ildə keçirilmişdi. Yəni, Rusiya özü də daha çox başa düşür ki, o region onun üçün aktualdır. Bugünkü əgər MDB ərazisini biz götürsək, orada biz onu bəlkə də hətta bax bu baxımdan da təhlil edə bilərik. Ona görə bu baxımdan bir tərəfdən bugün məncə o 2-ci forumda onlar hətta kommunike və o ölkələrlə birbaşa fəaliyyət planında cızıblar. Yəni, MDB qalır, sabah başlayacaq ümumi forum. Ancaq paralel olaraq onun elə bir çərçivəsində, bax, bu 2-ci forumda gedir. Yəni, keçən dəfə vaxtı ilə bu 22-ci il desən, Astanada da belə bir formatda keçirilib MDB olanda, onlar paralel olaraq məhz bu Rusiya plus Mərkəzi Asiya ölkələrini bir araya gətirərək ayrıca özləri müzakirələr aparıb. Bu bir tərəfdən ona bizə müəyyən fikirlər verir ki, bəs burada
əgər biz MDB-ni götürürüksə, MDB-nin özünün də bayaq qeyd etdiyi kimi sizin deməli müxbiriniz, söhbət bu MDB-nin gələcək prioritetlərinin müəyyənləşdirilməsindən gedir. Hansı prioritetlərlə bu konkret format davam edəcək? İqtisadiyyat ola bilsin ki, əlbəttə vacibdir. Ticari münasibətlər əlbəttə vacibdir. Bu proseslər gedib və davam edəcək. Ancaq burada əgər təhlükəsizliyi götürürüksə, təhlükəsizlik, məsələn, bugünkü mən baxdım materiallara, o kommünikedə də və s. orada əsasən bu ölkələrin təhlükəsizliyi olduqca vacibdir və Rusiya bu mənada olduqca vacib rol oynayır. Çünki burada Əfqanistan məsələsi var və eyni zamanda ekstremizm, terrorizm və s. bu məsələlər aktualdır məhz o ərazi üçün. Ona görə burada, məsələn, əgər biz götürüksə MDB çərçivəsində təhlükəsizlik formatında bu məsələlərə diqqət verilə bilər. Ancaq biz götürüksə, məsələn, o birisi tərəfdən Cənubi Qafqazı, əgər bir region kimi, söhbət Azərbaycan və Ermənistandan gedir, əgər, məsələn, MDB çərçivəsində. İndi Paşinyan ancaq məncə sabah ora gəlib çıxacaq Brüsseldən. Brüsseldə də başqa bir format gedir. O da Avropa İttifaqının Global Gateway-dir. Yəni, bu da çox maraqlıdır. Yəni, formatlar müxtəlifdir və müxtəlif liderlər bu ölkələrdə olan müxtəlif formatlarda iştirak edirlər. Sonda gəlib hamısı bu formatlarda bir-birinə yəqin məlumat verirlər ki, hansı formatlar nə ilə məşğuldur. Ancaq ən vacib məsələ mənim fikrimcə odur ki, bu müxtəlif formatlarda iştirak edən liderlər sonda hansı istiqamətdə öz ölkələrini inkişaf etdirəcəklər. Yəni, MDB format olaraq qalmaqdadır. Ancaq onun özünün nə dərəcədə səmərəli olması müəyyən mənada suallar doğurur. Bəli, əlbəttə. Yəni, yollar çoxdur. Əsas odur ki, aktorlar yollarda çaşqın vəziyyətə düşməsinlər və düz istiqamət seçsinlər. İndi siz deyirsiniz ki, qonşu dövlətin rəhbəri, məsəl üçün, Avropanın mərkəzindən durub orada gələcək. O, onların seçimidir. İndi onlar özləri bilərlər, nə istəyirlər. Yəni, bir yandan deyirlər ki, biz Avropa inteqrasiya olmaq istəyirik, digər tərəfdən MDB-də qalıblar. Hətta MDB-dən çıxmaq söhbətləri də var idi onların. Bəli, bu başqa mövzunun, mən deyirdim, söhbətidir. Amma əslində mənə elə gəlir ki, bir qədər MDB platforması, bəli, mövcuddur, vardır. Amma həm də burada gecikmələr var. Çünki o gecikmələrin də çoxsu mən deyərdim ki, əminliklə deyərdim ki, Rusiyanın özündən asılıdır. Biz niyə? Çünki Rusiya, məsəl üçün, biz görmüşük də, Afrika qitəsində fəallaşıb, sonra Afrika ölkələrinin rəhbərlərini Peterburqa dəvət edirlər və s. Bilirsiniz, evin astanası, həndavərində olan proseslərdən ilk növbədə məşğul olmaq lazımdır, onlarla artıq işbirliyini qurmaq lazımdır, yeni səviyyə qaldırılır. Sonra isə, təbii ki, hər ölkənin öz prioritetləri var. Amma MDB, əgər siz bayaqları qeyd etdiniz ki, dünyanın 1/4-idir və burada əgər o, necə deyim, şiddətli küləklər əssə, sonra digər tərəfdən ortaya qoyulan prioritetlər ikinci dərəcəli mahiyyətə malik olsalar, əlbəttə ki, bu platforma özünü doğrultmayacaq. Və bu baxımdan mənə gəlir ki, bu gecikmənin qarşısını almaq üçün, Salim müəllim, çox geniş imkanlar var. Bilirsiniz, məsəl üçün, bax, indi Gülşən xanım Orta Asiya ölkələrinin, Mərkəzi Asiya ölkələrinin blok kimi mahiyyətinə toxundu və biz xatırlayırıq ki, o ölkələr dəfələrlə həm təhlükəsizlik məsələlərini ortaya qoyanda, həm inteqrasiya proseslərini ortaya qoyanda Azərbaycan lideri İlham Əliyev onu dəvət elədilər. Yəni 5+1 həm də Azərbaycanın iştirakı ilə var idi bu. Bilirsiniz, yəni işlək vəziyyətdə olan, fəal mövqedə olan ölkələr həmişə cazibəli görünürlər və onları da müxtəlif formatlara dəvət edirlər. Və təbii ki, bir çox anlayışlarda, bir çox baxışlarda Cənubi Qafqazla Orta Asiya artıq bir regiona çevrildi. Aramızda tellər var. Birinci növbədə ona görə ki, Azərbaycan konkret olaraq, belə deyək, müstəqillik dövründə uzun bir inkişaf prosesi keçib və ümumiyyətlə, nəinki Mərkəzi Asiya ölkələrinə, ümumiyyətlə bütün dünya iqtisadi, siyasi, sosial və hərbi inkişaf nümunəsi göstərib. Ona görə yəni dəvət edirlər. Bilirsiniz, güclərlə hamı yaxın olmağa çalışır, yaxınlaşmağa çalışır. İkinci bir tərəfdən Mərkəzi Asiyanın neçə ölkəsi Azərbaycanla birlikdə Türk Dövlətləri Təşkilatındadır. Bu məsələnin bir tərəfi. İndi mən gəlirəm o Rusiya məsələsinə. Bilirsiniz, o MDB məsələsi həqiqətən də o vaxt güya belə bəyan olundu ki, bəlkə də bunu elə-belə də düşünürdülər ki, bu yəni o mübahisəli məsələlərin həlli üçün. SSR respublikalarının obrazlı desək, siyasi boşanma prosesini qansız, qadasız eləsin. Yəni buna bir meydança yaradırsın. Amma çox təəssüflər olsun ki, yenə deyirəm, ola bilsin ki, bu ideyanı verənlərin özləri də həqiqətən inanırdılar buna, səmimi idilər. Amma çox təəssüflər olsun ki, hadisələrin sonrası tarix göstərdi ki,
Bu alınmadı. İndi təsadüfi deyil ki, bir məsələni deyim. Putin hakimiyyətə gələndə onun ən birinci, belə deyək də, ən əsas bəyanatlarından biri oldu ki, Rusiyanın xarici siyasətində yaxın qonşularla münasibət prioritet təşkil edəcək. Çünki niyə? Bəli, tam razıyam. Moskvanın körafəhim hakimiyyətinin, Rusiyanın 80-ci illərin sonu ötən əsrin 90-cı illərində konkret olaraq belə deyək, onlar sanki özləri, Rusiya özü sanki bütün postsovet ölkələrini təpi ilə itəliyirdi özündən. Uzaqlaşdırırdı özündən. Bəli, bu maraqlı, çox maraqlı bir şeydir. İndi bir yaxşı söz var, müqəddəs yer boş qalmır. Sən harada itirirsənsə başqaları qazanacaq. İkinci bir tərəf. Yeltsin və onun ətrafı, onlar demokratiya eyfariyasında idilər. Elə bilirdilər ki, Qərb bunları artıq çağırır, gələcəklər Qərbin bir ayrılması hissəsi olacaqlar. İndi baxın, indi gəlirik artıq ikinci mərhələ. Yəni Putinin də neçə ildir daha hakimiyyətdə olması. İndi baxın nə baş verir. Və burada Ədalət müəllim Solovyovun familiyasını çəkdi, adını çəkdi. Elə yeri gələndə, nə bilim, o Simonyanın. Baxın, Solovyov və onun kimiləri dəfələrlə canlı efirdən birbaşa, analitikləri var onların, doğrudur, mən demirəm, indi onlar dövlətin təmsilçisi deyil, amma onların əksəriyyəti Kremlə yaxın adamlardır. Böyük əksəriyyəti. Nə deyirlər? Bu MDB ölkələrini bu xülyadan qurtarmaq lazımdır. Onlar bizlə bərabər hüquqlu ölkədirlər. Onlar bizlə bərabər səsə malik olur. Yox, bu əgər translyasiya olunursa bütün dünya, başa düşmədim, MDB ölkələri bunu görmür. Bir dəqiqə, Sayın, bir dəqiqə, üzr istəyirəm, bir dəqiqə. Çox üzr istəyirəm sizdən. Buyurun. Birincisi, bu Rusiyanın dövlət kanalından yayılan informasiyadır. Bəli. İkincisi, onların bir məşhur şuarı var, Rusça belə səslənir. Xvatit karmit eçir. Güya onlar bizi qidalandırırlar. Güya onlar bizi saxlayır. Siz yaxşı xatırlatdınız ki, məhz Rusiyanın dövlət kanalı. Dövlət kanalı. Kremlin. İndi baxın, yeri gəlmişkən, yadınıza gəlirsə, 1-2-3 il bundan qabaq idi. Gülşən xanım elə deyəsə o 22-ci ildə deyəsə bu düşənbədə artıq birinci dəfə deyil də. Orada yazda gəlsə İmaməli Rəhman birbaşa Putinə dedi ki, biz yolçu deyilik. İrad höküm biz başa düşmədik. Biz şey deyilik yəni burada. Dilənçi deyilik. Yəni ki bizə Belarus da deyib, Qazaxıstan da deyib. Bizə bərabər münasibət bəsləməlisiniz. Bərabər hüquqlu münasibət bəsləməlisiniz. Hələ özü görün, bu kimin hakimiyyəti dövründə baş verir? Putinin, yəni gələndə, hakimiyyətə gələndə ən birinci, belə deyək də, siyasi açıqlamalarından biri bu idi ki, Rusiyanın xarici siyasətinin əsas prioriteti yaxın qonşular olacaq. Yaxın ölkələr, yəni MDB məkanlardadır. Belə də olmalı əslində, elə biz özümüz də dedik ki, ən yaxın qonşularımız var. Məsələnin o birisi tərəfi. Baxın, indi Ukrayna ilə bağlı da baxırıq, görürük də, nə baş verdi. Bunlar eyni kökənli xalqlar, Ruslarla Ukrayna, kim nə deyirsin, bunlar eyni kökənli xalqlar. İndi görün nə baş verdi. Sonra Rusiya hakimiyyətində, Rusiya bir hakim dairələrində, bilirsiniz, belə bir qıcıq yaranır ki, yox, niyə məsələn Azərbaycan, o birisi dövlət, MDB ölkələrdə, belə deyək, keçmiş postsovet ölkələri nə can atırlar bu Qərblə qardaşlaşmağa, Avropa İttifaqına. Bu nümunəni də siz yaratdınız da, bunu da siz elədiniz də. Belə çıxır ki, yox, biz yaxınlaşaq, dostlaşaq, bizə olar. Amma sizə olmaz. Xatırlamırsınız, bəs bağışlayın mən, Yeltsinin dövründə Rusiya həm də NATO-ya üz olmaq istəyirdi. Bəli, İki dəfə müraciət ediblər. Bu yaxınlardan çıxaldı. İndi məsələ bundadır ki, əlbəttə ki, Gülşən xanım tam doğru vurulur. Yəni, Mərkəzi Asiya məsələsi bu dəqiqə Rusiya üçün ən önəmli məsələlərdən biridir. Orada Çin demək olar ki, hamıdan qabaqdadır, öndədir. Çin, haysız, küysüz, sakitcə, o necə deyirlər, altdan yol kənar layihəsi də, yol kənar layihəsi çox sağlam bir yanaşmadır. Qırğızistan demək olar ki, praktiki olaraq Çinin nəzarəti, yəni iqtisadi nəzarəti altındadır. Bu bir. Avropa orada gəlir, Amerika Birləşmiş Ştatları və ikinci bir tərəfdən siz dediniz, həm Mərkəzi Asiya, həm Cənubi Qafqaz. Böyük mənada o Amerikanın ortaya atdığı, vahid region kimi sayılır. Ortaya qoyduğu böyük yaxın şərq layihəsinin tərkib hissəsidir. Sözsüz ki, həm də biz axı Azərbaycan indi belə deyək də, Ermənistanın orada çıxışı yoxdur, Gürcistan, amma bizim vasitəmizlə, yəni Azərbaycan Gürcistan'da biz Xəzəryanı bölgələrik, o tərəf, bu tərəf. Xəzərin iki tərəfiyik biz. Əlbəttə ki, bu indi öz aramızda görün, əgər Rusiya bəsit siyasət aparsa, görün 8 ölkəni birdən itirir. 5-i orada, 3-ü burada. Kim qaldı? Ukrayna ilə qaldı. Ona görə mən deyirəm ki, ona görə Rusiya çalışmalıdır ki, bu MDB məkanı, MDB platforması, meydançası həqiqətən də bir işlək və təsirli, bir tutarlı bir platformaya çevrilsin. Olmasa bundan ilk növbədə uduzan Rusiya olacaq.
olsunlar, o onların öz işidir. Yox, Məsələ mən burasında ümumiyyətlə bir deyirəm. sətərdir. Məsələ burasındadır ki, deyir, uman yerdən küsərlər də. Yəni 30 il keçib artıq da. 30 ildən də artıqdır ki, biz artıq müstəqil dövlətlərik. Bu günləri mən bu fikri işlətmişəm birinci verilişimizdə, bir daha Yox, onu deyirəm həqiqətdir də. yəni onlar həqiqətən də bizim dövlətlərə ikinci dərəcəli subyektlər kimi baxırlar. Siz bir özünə baxın da. Üzr istəyirəm, Toxunam, siz yaxşı bir söz dediniz, uman yerdən küsərlər. Həm də bütün MDB ölkələrinin Rusiya münasibətdə yanaşması belədir və haqlıdır. Əslində, indi gəlin etiraf elə ki, Rusiya postsovet məkanının ən böyük, bütün parametrlər lider dövlətidir. Yəni, iqtisadidir, hərbidir, budur. Ona görə də sən böyüklük eləməlisən də, sən böyüklük eləyə bilmirsənsə. Aydın məsələdir. Yəni, lokomotiv kimi sən artıq müəyyən mənada baxmayaraq. Mənada demirəm. Yox, bərabər hüququ yox. Kimdir ki, bizə potensialına görə, potensialına görə. Böyüklük eləyirsən. Yəni, sən istəyirsən ki, bu platforma işlək olsun. Belə deyək də, Azərbaycan hansı platformalara rəhbərlik eləyirsə də, bir növdə ya hansına varsa, aparıcı rolu oynayırsa, məhz o böyüklüyünü eləyir. Ki, siz indi göstərin ki, siz buna qadirsiniz. Bir dəqiqə, üzrə, hər halda Rusiya SSR-nin varisidir. Bunu biz istəsək də, bu belədir. Yəni, onların özünə məxsus bir üstünlük döyüldüyünə görə, bəli, nüvə silahına görə, nə bilim, sərhədlərinin perimetrinə görə bəli. Amma məsələ başqa ki, siz istəmirsiniz, biz sizdən qabaq istəmirik. Siz çalışmalısınız ki, ətrafınızda olan ölkələrlə sizin münasibətləriniz birincisi inkişaf etsin. Digər tərəfdən, formalistikaya yol açmayın, konkretliyə yol açın. Və üçüncüsü, mən istəyirəm bir dənə balaca bir haşiyə çıxım. Bax, indi biz xahiş edəcəm rejimimizdən bu sammitin demək, məsələlərini bizim qrafik ilə diqqətimizə gətirib çatdırsın. Baxın, regional və qlobal təhlükəsizlik məsələləri, siyasi dialoqun dərinləşməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı, humanitar və mədəni əməkdaşlıq və birliyin gələcək prioritetləri. Yəni, bu özünə məxsus MDB-nin müasir bu günləri aldığı belə deyək, şəhadətnamənin tərkibidir. Yəni, bu məsələlər hamısı elə dünya gündəliyində bütün ölkələrin arasında olan münasibətlərə sirayət edir. Baxın, deyil ki, birinci sətirdə qlobal təhlükəsizlik. Bilirəm. Yəni, təhlükəsizlik olmayacaq, son qalanların qatda qoy kənara. Əlbəttə. Yəni, siz belə, yəni biz hamımız birlikdə, əgər bu xasiyyətnaməni tərtib eləmişiksə, deməli, bunları biz gəlişi gözəl bir şuar kimi ortaya çıxarmırıq. Bu, həm də proqram fəaliyyətinin kökünü bizə göstərir. Yəni, əgər yol xəritəsindən danışmağın yeri varsa, onun məğzi budur. Odur ki, bax, bunlar özləri də çalışmalıdırlar. Amma biz, siz demişkən, hansı platformada varıqsa, biz orada sözün əsl mənasında əməlli başlı işləyirik, fəaliyyət göstəririk. Sonra biz göstərdik nə dərəcədə bizim Azərbaycan Respublikası olaraq geniş nüfuz dairəmiz var. Qoşulmama hərəkatından tutmuş, dahi BRICS-ə qədər, Şanxay əməkdaşlıqda, hər yerdə bizi görmək istəyirlər. Ona görə görmək istəyirlər ki, yəni bizim faydalılıq əmsalımız göz önündədir. Hansı layihələri həyata keçirmişik, necə faydalar gətirmişik özümüzə, ətrafımızda olan dövlətlərə və tərəfdaşlara. Və o baxımdan mən sizinlə tam razıyam, Ədalət müəllim. Təhlükəsizlik. Yəni bu gecə yatıb yuxumuzda da görsək budur. Durub da məlumat alsaq da budur. Yəni faktiki olaraq təhlükəsizlik elə bir asnovadır da ruslar deyir. Yəni elə bir kökdür, elə bir təməldir ki, hər şey onun üzərində qurulur. Hətta bu məsələdə də biz görürük ki, bəzi hallarda bəzi dövlətlərdə də MDB-nin çərçivəsində səhlənkarlığa yol verirlər. Digər tərəfdən öz üzərlərinə düşən məsuliyyəti danırlar az qala. Və elə bizim elə bir gün haqqında danışdığımız təyyarə qəzasının nəyi? Bugünkü məsələlərdə Orta Asiyada da, Avrasiya İqtisadi İttifaqında da, MDB tərkibində də, Türk Dövlətlər Təşkilatında da olan bütün dövlətlərin Azərbaycanla olan münasibətlərinə baxaq. Bir də təhlükəsizlik məsələlərində adı çəkilən qurumlarda tək bir dövlət var ki, təhlükəsizlik problemlərini tamamilə bugün həll edib. Azərbaycan bu qədər həm Orta Asiya, həm Yaxın Şərq, Sir, Avrasiyada yeganə ölkədir ki, bugün deyə bilir ki, mənim ərazimdə təhlükəsizlik problemim yoxdur. Həll eləmişik erməni problemində.
Ermənistanı belə xilas eləmişik bu problemlərdən. Ermənistana belə sabitləyib biz gətirmişik. 1 il 7 aydır ki, Ermənistanda ən azı əskər ölmür. Ədalət müəllim, mən müasir dönəmdə deməzdim ki, təhlükəsizlik problemimiz yoxdur. Yox, hər bir ölkənin təhlükəsizlik problemi. Yəni biz əsas qayğımızı həll eləmişik, əsas problemimizi həll eləmişik. Amma təhlükəsizlik problemi o elə bir şeydir ki. O proses dayanmaz bir prosesdir, o daim gedir, o başqa bir məsələdir. Amma bu gün Azərbaycan ərazisində baş verən hadisələrə baxın. Bir dənə statistika gətirin. Məsələn, Rusiyanın son açıqlaması aviasiya sahəsində 670 dəfə hava insident, qəza, texniki nasazlıq və s. olub. Hadisə sayına baxın. Tək 2023-də. Hələ bu 2022-də təxminən 5-6% artıq idi. Sanksiyalar ucbatından onların problemləri artıb. Bizlə yaxşı olmalıdır. Niyə görə? Çünki Rusiyanın əməkdaşlıq elədiyi ölkələrin hamısı bu və ya digər platformada, xüsusilə də Türk Dövlətlər Təşkilatında Azərbaycanla müttəfiqdir. Bir dəqiqə, Ədalət müəllim, həm də Rusiyanın... Bizimlə pisləşmək, o birisi dövlətlərlə də münasibət bozur. Yoxsa çıxırlar dövlət televiziyasında gah Qazaxıstanı, gah digər Asiya ölkəni, Özbəkistanı təkid edirlər. Bilirsiniz, həm də Rusiyanın cənub hüdudlarında Azərbaycan kimi mütəşəkkil bir qüvvə var. Yəni Azərbaycan həm də onların təhlükəsizliyini cənub istiqamətindən qoruyur. Yəni onun da qədrini bilməlidirlər. Bunu da danırlar. Başa düşürsünüz? Yəni bu çox vacib bir məsələdir. Özbəkistanın da çox güclü ordusu var. Real yanaşmaq lazımdır hadisələrə. Ən azından təhlükəsizlik resepti o ölkələrin içində antiterrordan tutmuş ta ərazi bütövlüyü, sərhəd təhlükəsizliyi, hava məkan təhlükəsizliyi. Bunların doğru dürüst resepti bugün olan bir dənə ölkə var, o da Azərbaycandır. Bu qədər sadə. Bəli, mən üzr istəyirəm Torqubay. Ədalət müəllim, mən böyüklük deyəndə, bilirsiniz, ola bilsin sözlü cəlbə, mən əslində demək istəyirəm ki, qollarını çırmalasından irəli tutsunlar. Bilirsiniz niyə? Mən müqayisə gətirdim. Baxın, bir kəmər, bir yol var. Kəmər yol. Hətta bir yol. Görürsünüz, o məsələdə qolunu çırmayıb irəli düşən ölkə, birinci ölkə Çindir. Mən də demək istəyirəm ki, bu MDB layihəsi ki var, platforma, bu əslində Moskvanın təşəbbüsü ilə yaradıb. Moskva verib. Ona görə deyirəm, zəhmət çəkin, indi düşün qabağa, bunu aparın da irəli. Azərbaycan nə qədər təşəbbüslərin... Salavyovun dili ilə nə aparacaqlar? Hara aparacaqlar? Necə? Salavyovun, Simonyanın dili ilə... Baxın, Azərbaycanın, baxın, bir dənə misal deyim. Orta dəhliz və Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum. Bunun təşəbbüsünü kim verib? Azərbaycan. Azərbaycan da böyüklük elib, düşüb qabağa, çünki bu Azərbaycanın təşəbbüsüdür. Dövlət öz təşəbbüsünə can yandırıb, irəli düşmürsə, böyüklük eləmirsə, deməli bu məhvə məhkumdur da həmin təşəbbüs. Bax, mən bu baxımdan deyirdim ki, böyüklük eləsinlər də öz layihələrdə düşsünlər irəli. Bunlar çəkilib qıraqda, ona buna irad tuturlar. Sayın müəllim, burada bir əsas göstərici ondan ibarətdir ki, yəni, məsəl üçün, biz həmişə deyirik, Azərbaycan çox vektorlu siyasəti həyata keçirir. Yəni, biz tək axı bir qütbə bağlı deyilik, bir mərkəzə bağlı deyilik. Sən bizim qonşumuzsan. Biz vaxtında dedik ki, gəlin elə onu yada salaq ki, vaxtında dedik ki, müharibə qutarından sonra 3 formatını yaradaq. İlk növbədə bölgənin proseslərini özümüz həll edək. Yaxşı, Ermənistan burada oyunbazlıqla məşğul o bəlli məsələdir ki, heç öz başını saxlaya bilmir. Axı siz girdiniz, amma digər tərəfdən də özünüz də görürsünüz ki, bəzi dövlətlər artıq Xəzər bölgəsinə can atırlar. Və siz buna sabit, sakit tərzdə baxırsınız. Bunun günahı kimdədir? Günahı özlərindədir. Yəni, biz onsuz da yenə deyirəm, sərhədlərimiz perimetr boyunca bütün prosesləri nəzarətdə saxlayırıq. Mən sizinlə tam razıyam, Ədalət müəllim, düz buyurursunuz ki, bəli, təhlükəsizliyimizi qoruyuruq. Amma risklərin artması, onların meydana gəlməsi tək bizimlə bağlı deyil axı. Ətrafda çox... Kiber təhlükəsizliyə sən neyə bilərsən? Yəni, istənilən nöqtəsindən oturur, müdaxilə eləyir. Odur ki, bu proseslərdə əgər biz əməkdaşlıqdan danışırıqsa, ya MDB formatının mahiyyətini göz önünə gətiririksə, onda hamı çalışmalıdır, hamı işləməlidir. Baxın, elə bir ölkə yoxdur ki, Rusiya onlarla münasibətində gərginlik yaşamasın. Özbəkistanla yaşadılar. Zaman-zaman. Qazaxstanla yaşadılar. Belarusla yaşadılar. Deyirsiniz ki, eyni millətlər. Belarusla yaşadılar. Qırğızstanla yaşadılar.
Tacikistanla yaşadılar və Tacikistanın prezidenti İmam Əli Bir ölkə ilə Rəxman açıq Azərbaycan- dedi ki, mən bura dilənçilik üçün gəlməmişəm. Gəlin iş görək də. Yəni faktiki olaraq o adam sözün düzün dedi. Bizimlə də yaşandı. İndi biz haqqında bir gün danışdıq. Axı bu düzgündür. Biz niyə? Biri var ki, deyirlər ki, qlobal gücdür. Qlobal güc görə həm də özünə bir kənardan nəzər yetirərək indi bir qlobal elə bir gücü mövqe deməyək tutsun də, ki, regional deyək mən də. sahib məndən regional razıyam. güc, Bəli, onların üzərində böyük məsuliyyət var. Çünki O yenə baxımdan deyirəm, bu təşəbbüs SSR-nin varisi sahibi olardı, biz deyilik. Amma yeri gələndə siz axı çırmalanıb ortada olmalısınız. Siz kənara çəkilsiniz. Və əsas burada deyəcəyim fikir ondan ibarətdir ki, Rusiyanın siyasi elitası heç də yekdil deyil. Bəli. Ay, sağ ol. Çox parçalanmış, pərakəndə fəaliyyət göstərəndir. Hakimiyyət vertikalı parçalanıb. Bəli, ona Hərəsi görə bir də tərəfə çəkir. mən elə başa düşürəm ki, vaxtımız son dəqiqələrimizi biz artıq keçiririk. Biz elə şeylərə aldanmırıq. Yəni bizim kifayət qədər həm böyük təcrübəmiz var beynəlxalq həyat baxımından. Digər tərəfdən də Azərbaycanın diplomatiyası səlis diplomatiyadır. Bu əsl belə o söz yerinə düşür ki, biz körtəbii şəkildə və təsadüflər xatirinə heç bir addım atmırıq. Əgər nə isə ediriksə, o artıq ölçülüb, biçilmiş bir məqamdır. Ona görə əgər sizə bu lazımdırsa ki, cənubunuzda, sağınızda, solunuzda normal ölkələr olsun və onlarla tutarlı münasibətləri qura biləsiniz, ona həm də özünüz can atmalısınız. Biz ki, buna hazırıq. Və mənə elə gəlir ki, bu baxımdan da Azərbaycan çox gözəl, gözə gəlimli bir nümunədir. Çox sağ olun, hörmətli qonaqlar. Mən təşəkkür edirəm iştirakınıza görə və tamaşaçılarımıza da minnətdaram ki, bizi dinlədilər və təbii sabahki bizim proqramlarımızda əsas mövzumuz məhz MDB-nin düşənbə samiti olacaq. Yəni, diqqətinizi bizdən çəkməyin. Bu gün bu qədər. Salamat qalın, gecəniz xeyrə qalsın.